Küçədə siqaret çəkənlər ekranlara yaxın əyləşin. Sizə xoş bir müjdəmiz var ki, cərimə qapıdadır. Gündəm xəbərin efirində 3 Mart tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, yeni bir cərimədən xəbər var. Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər son oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. Belə ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Qəbul olunan layihəyə əsasən aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq. Tütün məmulatları haqqında qanuna edilən dəyişikliyə əsasən aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, pərakəndə və topdan satışı və istifadəsi qadağan edilir. Müzakirədən sonra məsələ səs verməyə qoyularaq 3-cü oxunuşda qəbul edilib və bu qanun 2026-cı ilin 1 aprel tarixindən qüvvəyə minir.